Hal-hazırda bizim studiyamızda Suraxanı rayonu Bülbülə qəsəbəsindən olan 226 saylı məktəbin valideynləri var. Uşaqlar 1-ci sinifə sentyabr ayının 15-dən bugüne qədər getməyiblər. Nə səbəbə uşaqlar 1-ci sinifə getməyiblər? Bizim sinifimizi bağlayıb, digər müəllimə A və B siniflər arasında bölüşdürülübdür. Biz də bununla qəti razılaşdıq. Və bu barədə bizə xəbər olunmayıbdır. 15-i tədbirdən sonra biz evə qayıdandan sonra bu barədə biz məlumat almışıq. Yəni ayın 15-i günü siz uşaqlarınızı məktəbə aparmısınız, düzdür? Və 15-i bizim sinifimiz bərpa olunsun. müəllimənin adı nədir? Sevinç, Əliyeva Sevinç. Biz öz müəlliməmizi istəyirik. Uşaqlarımız getmir məktəbə, ağlayırlar uşaqlar. 6 yaşında uşaq bir müəllim üçün ağlamağı nə demək? Biz necə uşaqları zorla aparaq məktəbə? Uşaq xahiş edirəm bizim sinifi bərpa eləsin. Xanım bildirir ki, bu qanunla olubdur. Düzdürmü? Əgər qanunla olubdursa, bunu yəqin ki, bir neçə gün öncə bilinirdi. Nəyə görə bizim valideynlərə məlumat verilməyib bu haqda ki, yəni sinifimiz bağlanıb, sizin artıq övladlarınıza Əliyeva Sevinç deyil, Rəna müəllimə və yaxud da ki, digər müəllimə dərs keçəcək. Bunu siz sentyabr ayının 15-i günü bilmişsiniz.